Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonunda yerləşən Sabunçu bazarı ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Milli AZ xəbər verir ki, məlumatla əlaqədar dərhal Finin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bazar ərazisində bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub. Yanğın söndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək daha böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində bazar ərazisində ümumi sahəsi 2000 m olan bir dam altında tikilən bir mərtəbəli müxtəlif təyinatlı obyektlərdən ümumi sahəsi 130 m olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan Mercedes markalı minik avtomobili, ümumi sahəsi 100 m olan kafenin və hər birinin sahəsi 10 m olan kişi bərbərxanasının, avtomobil ehtiyat hissələrinin satışı mağazasının yanar konstruksiyaları ümumilikdə 250 m sahədə yanıb. Bitişik, o cümlədən bazar ərazisindəki digər obyektlər, park edilmiş avtomobillər yanğından mühafizə olunub.